Sən mənə bazara bilərsən. Güləşəcəm ya mən. Ay, bir gör. Salam qardaş. Salam. Elandakı maşın budur. Bəli qardaş, bu maşındır. Maşının vuruğu, cızığı və yaxud da nəsə problemi varmı? Heç bir şey yoxdur qardaşım. Nə vuruğu, nə cızığı, heç bir şey, yəni ideal vəziyyətdə maşındır. Üzr istəyirəm, bir dəqiqə. Məzəh gəlir. Bu dostumdur, maşın haqqında hər bir şeyi bilir. Yəni bütün sualları buna verə bilərsən. Yaxşı qardaş, rahat olun, rahat olun. Qardaş dedik ki, yəqin ki, dostusuz da. Bəli, bəli. Sən gəl bunun nə problemi var mənə denə, mən də bilim də. Qardaş, maşının heç bir problemi yoxdur. Motor qrafika ideal vəziyyətdədir. Vuruğu da heç nə yox. Sualımı başa düşmədin qardaş. Gəl sən nə problem varsa denə, bəlkə detalları dəyişim. Mən bilim də. Əslində normal maşındır qardaş. Elə bir problemi yoxdur. Başqa? Bir dəfə cəmi arxadan vurulub. Heç nə. Bir dənə sağ qapı dəyişib. Başqa heç nə. Belə baxıram ki, başqa nələrsə də çıxa bilər. Başqa? Qardaş, bir dənə motoru bir dəfə dəyişib. Bir də karabkanın yağı dəyişilməlidir. Ona da pulumuz yoxdur. Eləmi? Başqa? Alma qardaş, məsləhətli maşındır. Sözün açığı məsləhətli maşındır. Sən ən yaxşısı gələndə denən ki, istəmirəm başqa maşına baxacam. Yaxşı, aydın oldu. De gəlir. Üzrü say qardaş, telefonla danışırdım. Yəqin Elmir hər şey maşın haqqında deyir. Nə fikriniz var? Demişəm, hər şey demişəm. Götürürsüz maşını? Çox sağ ol qardaş məlumat üçün. Hər şey haqqında məlumat verdim. Mən bir dənə də maşınım var. Gedim baxım, fikrimi sizə dəqiq deyəcəm. Yaxşı qardaş, xəbər gözləyirəm də onda. Sağ ol, sağ ol. Sağ ol. Nə qədər aldın? 400 dollar. Baba 200-ünü ver. Yoxdur, gəl bu dəfə sənə 100 verin. Niyə? Mənim borcum var da. Ay, maşın mənim. Qaqa, bütün yollar mən danışmışam. Nə olsa deyirsən? Deyirəm, bundan neçənci müştəridir sən. Keçən dəfə də $50 verdim.